Bugün makiyajımı edərkən istəyirəm sizlə böyük pullar haqqında danışaq. Ümumiyyətlə, böyük pullar qazanmaqla bağlı bizə deyilən ən yanlış və ən ağılsız fikir odur ki, nə qədər çox işləsən, o qədər də çox qazanacaqsan. Əslində isə böyük pullar belə işləmir. Əgər nə qədər çox işləsən, nə qədər çox yorulsan, o qədər çox qazanarsan deyə olsaydı, o zaman məktəbi bitirən bütün əlaçılar yaxşı işlər qurardılar, böyük pullar qazanardılar, yaxşı maşınlar sürərdilər və ən əla evlərdə yaşayardılar. Bəs böyük pullar necə qazanılır? Baxın, böyük pulları qazanmaq üçün bizə lazım olan ən əsas şey bizim resursumuzdur, enerjimizdir. Bir insanın enerjisi hələ də aşağı emosiyalara, performans göstərməyə, sevgi qazanmağa, təşvişə və s. gedirsə, o insan heç zaman çox pullar qazana bilməyəcək. Və əgər bir insan hələ də ata-anasından daha yaxşı yaşamağa psixoloji olaraq özünə icazə vermirsə, o zaman həmin insan nə qədər qazanırsa qazansın, bütün pulları ya xəstəliyə gedəcək, ya pullarını itirəcək, ya da hardasa düzgün investisiyalar eləməyəcək deyə yenə də o pulu öz istədiyi kimi xərcləyə bilməyəcək. Hansı uşaqlar ki, performansa aşiqidirlər və uşaq vaxtından dəyərləri davamlı performans göstərməklə ölçülüb, o uşaqlar böyüdükdən sonra asan qazana biləcəkləri fürsətləri görmürlər. Sanki gözə görünməz olur bu fürsətlər o uşaqlar üçün və ona görə də o uşaqlar davamlı əziyyət çəkməyə məcbur olurlar. Əslində bizə lazım olan əsas şey daha çox işləmək deyil, resursumuz üzərində çalışmaq, enerjimizi alan məsələləri bir-bir həll etmək və daha çox rahat fürsətləri özümüzə açıq elan etməkdir. Çünki siz də mənimlə razılaşarsınız ki, bir insan əgər fokusu çox işləməkdirsə, o heç zaman asan qazana biləcəyi fürsətləri görə bilmir. İndi isə istəyirəm sualımı sizlərə ünvanlayım. Bəs siz rahatlıqla pul qazana bilirsinizmi? İşlərinizi rahatlıqla apara bilirsinizmi? Yoxsa hər şey sizdə çətinliklə mi alınır?